93'te intervyu verir Süleyman Demirel. Deyir 90-cı ildən razılaşmışdır ki, birbaşa Heydər Əliyev gəlməsə, Çerezi Elçibəy gələcək. Xalq indi ayılır qadan alim ki, Elçibəyin qardaşı Pastoyani bilib KGB-nin adamıdır, qardaşına qarşı olubdur. Xalq indi ayılıb, o vaxt televiziya rəhbəri indi Osman qızın efirində hər şeyi açdı tökdü. Xalq indi ayılıb, ki, xalq indi ayıldı ki, Elçibəy gəldi, gələn kimi, niyə qaçdı, getdi? Niyə qaçdı? Hakimiyyəti bölüşdürmək istedi, yaxşı, bunu öldürmək mi istədilər? Asmaq mı istədilər? Kəsmək mi istədilər? Sadəcə öz missiyasını yerinə yetirdi, Heydər Əliyevə təhvil verdi, qaçdı, getdi. Vəssalam. Qutar ki, xalq indi ayılır, xalq indi baxır ki, anamızı mələr qoyublar, gündə deyir, daş altından belə gündə hər yerdə qan tökülürdü. Amma surəti məhv eləmək olmazdı, qan tökmək. Ham indi ayılır ki, Heydər Əliyev gəlib Elçibə ilə görüşürmüş daimi. Ham indi ayılır ki, Heydər Əliyev surəti silahlandırırmış, surəti böyüdürmüş. Ham indi ayılır ki, Elçibəyin zamanında böyüyənlər, məsələn, İskəndərlər, Rəhim Qaziyevlər, deyək ki, Amonçular, deyək ki, Rövşən Əkbərovlar, Surətlər, Ramaldanovlar, General Orucovlar, hamı bilir ki, artıq bunlar Heydər Əliyevin zamanında da müəyyən qədər vəzifədə oldu və ya toxunulmaz oldu. Sonra nə oldu? Rəhim Qaziyev. Baxın, riyaziyyat müəllimi idi, Müdafiə Naziri nə vızqırdırdı, birincisi. İkincisi, o adam Petoq idi. Pastoyan cavan uşaqlarla qayrışırdı, hərbiçilərlə. Üçüncüsü, ən balaca adam, Qazağın qəhrəmanı, Əmraslanov, Elçin Əmraslanovdur da, səhv eləmirəmsə adı. Niyə ömürlük türmədədir, Rəhim Qaziyevə ömürlük türmə verilmişdi? Niyə Rəhim Qaziyev çöldə bəy kimi yaşayır, əlində təsbih qabağında nərd, amma Elçin Əmraslanov ömürlük türmədədir.